Allahu bikumul yusra. Allah sizin için asanlıq istəyir. Və la yuridu bikumul usra. Allah Taala sizin için çətinlik istəmir. Və daha sonra Allah Taala buyurur ki: "Və litukmilul iddətə və tukebbirullah ala ma hadakum." Allah Taala buyurur ki, bu həmin Ramazan ayının birinci günündən sonuncu gününə qədər orucunuzu tamamlayın, kamil edin və daha sonra Ramazan ayı bitəndən sonra bayram namazında Allah Taala'ya təkbir deyin. Alə mə hədəkum. Allah Taala'ya təkbir deyin, sizi hidayət etdiyinə görə, sizi doğru yolda qərar verdiyinə görə və ləalləkum təşkurun. Bəlkə bununla siz Allah Taala'ya şükrünüzü əda edə bilərsiniz. Və o cümlədən qeyd etmək istəyirəm ki, Ramazan ayı ilə bağlı Allah Taala Quran-ı Kərimdə bir şəriət məsələləri də qərar vermişdi. Şəriət məsələləri bundan ibarətdir ki, məsələn,